Rezus faktor qan hüceyrəsinin, yəni eritrositlərin səthində olan spesifik qan zülalıdır. Və əgər bu aşkar olunarsa, demək biz rezus müsbət haqqında düşünürük. Əgər aşkar olunmarsa, demək ki, rezus mənfi haqqında düşünürük. Ümumiyyətcə, hər bir insanda genetik qanunlara uyğun olaraq qoyulur. Deməliyik ki, bu valideynlərin rezus faktorundan və xromosomların mayalanma zamanı bölünməsindən asılı olaraq hər hansı bir müsbət və ya mənfi rezus faktora uyğun olaraq formalaşır və ümumiyyətcə rezus faktoru bunu qeyd etmək lazımdır ki, ana bətnində 7-8-ci həftəlik arasında formalaşır. Demək ki, əgər ki, valideynlər müsbət və ya mənfi qana malikdirlərsə, doğulan evlad həm müsbət ola bilər, həm mənfi ola bilər. Yalnız mənfi ata və mənfi ana olduqda doğulan körpə rezus mənfi qana malik olacaq. Qeyd etmək lazımdır ki, rezus mənfi ya müsbət bu normal bir fizioloji haldır. Bu patologiya deyil və bu xəstəlik deyil. Sadəcə rezus mənfi olan xanımlar hamiləlik zamanı mütəmadi olaraq müayinələrdən keçməlidir ki, gələcəkdə döldə hər hansı bir problem yaşanmasın. Bir xanım aşkar edərsə, bunda rezus faktor mənfidir və ailə qurduğu zaman həyat yoldaşının rezus faktoru müsbət olduğu halda hər bir qız və qadın bilməlidir ki, hamiləlik zamanı doğulduğu körpə ya mənfi, ya müsbət qana malik olacaq. Əgər ki, döl müsbət olarsa, demək ki, ana ilə döl arasında rezus konflikt yaranma ehtimalı ola bilər. Sadəcə bu ehtimalın yaranma amillərini bilmək lazımdır. Bunlar hansılardır? Hamiləlik zamanı invaziv manipulyasiyalar, bunlar amniosentez, kordosentez, xəryanın biopsiyası, hamiləlik zamanı qarın nahiyəsinə, plasentaya vurulan travmalar gətirib bu konfliktin yaranmasına gətirib çıxarda bilər və yaxud da ki, öncədən özbaşına düşüklər, abortlar, uşaqlıqdan kənar hamiləliklər, bundan əlavə birinci hamiləlik zamanı rezus müsbət qanına malik olan dölün doğulması, rezus mənfi olan qadına rezus müsbət qanın köçürülməsi, bu amillər hamısı gətirib rezus konflikt yaranma səbəbini çoxalda bilər. Rezus mənfi olan qadınları tez-tez bu sual narahat edir ki, hamiləlik nə cür aparılmalıdır? Yenə deyirəm, burada patoloji bir problem yoxdur, sadəcə biraz daha çox diqqət yetirilir. 16-cı həftədən sonra hər ay olaraq hamilə qadınlar qanda anticismlərin, yəni antitellərin təyin olunması üçün bəzi laborator analizlərdən keçməlidirlər və əgər hamilə qadında anticismlər təyin olunmursa, hamiləlik zamanı 28-ci həftəsində və 34-cü həftəsində immunadı qlobulin yeridilməlidir. İmmunadı profilaktika hamiləlik zamanı aparılmalıdır və doğuşdan sonra aparılmalıdır. Qeyd etdiyim kimi, hamiləlik zamanı 28-ci, 34-cü həftəsində aparılmalıdır və doğuşdan sonra əgər doğulan dölün qanı rezus mənfidirsə, bu halda immunoglobulin yeridilmir. Niyə? Çünki anada və döldə eyni qana, eyni rezusa malik olduğu üçün burada anticismlərin yaranma ehtimalı yoxdur. Yeni doğulmuşda rezus müsbət doğulubsa, demək ki, burada anticismlərin əmələ gəlmə ehtimalı var və gələcəkdə qadın bir daha hamiləlik planlaşdıran zaman bu rezus konflikt yaranma ehtimalı çox olmasına 72 saat ərzində bir daha immunoglobulin yeridilməlidir. Əgər anada anticismlər əmələ gəldisə, nə ilə fəsadlana bilər? Ümumiyyətcə, anticismlər əmələ gələn zaman döl və ana transfuziyası nəticəsində bu anticismlər dölün qanına keçərək döldə eritrositlərin parçalanmasına gətirib çıxarda bilər. Buna biz gemoliz deyirik və bu parçalanma zamanında əmələ gələn zəhərli maddələr nəticəsində dölün bətn daxili ölümü və yaxud da ki, dölün beynində, qaraciyərində, daxili orqanlarında hər hansı problemin yaranmasına gətirib çıxarda bilər. Döl ana transfuziyası pozulan zaman
yeni doğulmuşların hemolitik xəstəliyi, yeni doğulmuşların beynin ödemi, qaraciyərin ödemi və başqa bir problemlərlə üzləşə bilərik. Tez-tez suallar yaranır ki, immunoglobulin necə yeridilməlidir? Bunu demək lazımdır ki, immunoglobulin yalnız və yalnız əzələ daxili yeridilə bilər. Vena daxili bu dərmanın yeridilməsi qəti qadağandır və yaxşı olar ki, deltavari əzəliyə yeridilməsi. Çünki sarğı nahiyyə yeridilən zaman bu preparatın sorulması biraz ləngi olur. Bəzi hallarda dəri altına da yeridilə bilər. Yalnız və yalnız vena daxili yeridilməsi bu icazə verilmir. İmmunoprofilaktikaya gəldikdə biz hamiləlik zamanı dedik immunoprofilaktika, ancaq hamiləlikdən kənar da immunoprofilaktikaya mütləq şəkildə rezus mənfi xanımlar yadda saxlamalıdır. Məsələn, əgər ki aborta müraciət edərlərsə, əgər ki süni doğuş olarsa, əgər ki uşaqlıqdan kənar hamiləlik olarsa, əgər ki 12 həftəyə qədər öz başına hamiləlik düşüklər olarsa, bu zaman %100 immunoprofilaktikası keçirilməlidir, yəni immunoglobulin mütləq şəkildə əzələ daxili yeridilməlidir. Bu, gələcəkdə növbəti hamiləlik zamanı anticismlərin əmələ gəlməsi və döl ana transfuziyasının qarşısını alır. Rezus mənfi xanımlar biləndə ki, qanları mənfidir, çox vaxt təlaşa düşürlər, buna ehtiyac yoxdur. Çünki yenə dedik, bu fizioloji bir haldır və sadəcə bəzi qanunlar var ki, bunları riayət etmək lazımdır. Birinci hamiləliyi qorumaq lazımdır. Hamiləlik boyunca həkimə müraciət etmək lazımdır, mama ginekoloqun konsultasiyasında olmaq lazımdır və hamiləlik boyunca immunoprofilaktikadan mütləq şəkildə istifadə etmək lazımdır.